Salam əziz abituriyentlər, şagirdlərim. Deməli uşaqlar, burada yenə də sizə blok tipində 2 sual seçmişəm. Gəlin bunları işləyək. İfadənin ən kiçik qiymətini istəyir 34-də. Bunun üçün yadınızdadırsa biz deməli A-ları 1 yazırdıq. Yəni eyni dəyişənləri 1 yazırıq. B kvadratı çıxılsın 6B-ni də 1 yazırdıq. Daha sonra bu ifadəni tam kvadrata ayırıram. Yəni nəyin mötərizə kvadratı ola bilər bu? A üstə gəl 2-nin mötərizə kvadratı olar. Digər hissəsini sonra tapacağıq. Narahat olmayın. Burada isə B minus 3B-nin mötərizə kvadratı. 3-ün mötərizə kvadratı olar. İndi burada 2-nin kvadratı 4 eləyir. 3-ün kvadratı 9 eləyir. 4-ün üzərinə 9 gəl 13. 13-də nə çıxanda 12 qalır? 1. Məsələn, deməli ifadənin kiçik qiyməti -1-dir. Yəni burada əvvəldən 12 parçalayıb da yanına düzə bilərsiniz, amma mənə belə daha rahat gəlir. Bu formada yazıram. İkinci seçdiyim sual 39-cu sualdır. İfadənin ixtisar oluna bilən kəsr olduğuna görə m-in qiymətini tapın deyir. Məxrəcdə heç bir dəyişən olmadığı üçün gəlin məxrəci 3 həddinin deməli 3 həddinin bloklarına ayrılması kimi ayıraq. X, burada 7 1-dir. Olur nə? 7 x üstə gəl. Bu hissə olur x üstə gəl 7. Bir də x üstə gəl 1. İndi bu ixtisar olduğuna görə sürətli kəsrin vuruqlarından biri ya x üstə gəl 7-dir, ya x üstə gəl 1-dir. İndi eyni ola bilməz də. Bunun üçün gəlin yaxşısı budur biz bir dəfə x-in yerinə -7 yazaq. Bir dəfə də x-in yerinə -1 yazaq, yoxlayaq. Bir dəfə -7 yazaq, bir dəfə də -1 yazaq. Gəlin -7-ni yazaq. Bir fərqi yoxdur. Yəni -7-nin kvadratı edir 49. Deməli -7 yazanda nə olur? -7m üstə gəl 21 üstə gəl 13 bərabərdir 0. Deməli 13 bərabərdir 0. Buradan nə olacaq? 7m bərabərdir. 21-dən 13-ün cəmi 34 eləyir. 49-dan da 34 çıxanda 15 qalır. Digər tərəfə keçirəndə deyəsən mənfilər gedir də 15 edir. Yəni burada m gördünüz uşaqlar tam alınmadı. Mənə amma tam istəyir. Məndən tam istəyir. Ona görə gəlin yerinə -1 yazaq. -1 yazan zaman nə olacaq? Onu da hesablayaq. Deməli 1 minus -1 yazdığım üçün işarələr dəyişir. Minus m üstə gəl 3 üstə gəl 13. Buradan da 13-ün üzərinə 3 gəldim. 16. 16-dan da bir dəqiqə. Mən nə isə doğru yazmadım mı? Doğru yazdım. Doğru yazdım. Bəli. 3-ün üzərinə 13 gəldim. 16. 16-nın da üstünə 1 gəldim.